Anonslar gezecek Kerbala'yı. Güzel bir verilişi izleyeceksiniz inşallah. Güzel hanım bir ansambıyla beraber, Ülge Hanım'la beraber ve İlnur kardeşimizle beraber Qarabağın Sesi verilişinde adlı bir güzel bir verilişle sizlerin görüşünüze geleceğiz inşallah. Buyursun Ülge Hanım. Teşekkür edirəm. Əzlərim çox böyük hörmətlə, çox böyük izzətlə mən məclisimizdə olan şəhid analarına dəvət edirəm. Zəhmət olmasa məclisimizdə olan bütün şəhid anaları, şəhid xanımları yaxınlaşsın bizim məclisimizə. Onların da xeyir duasını eşidək. Və sizlərin icazəsi ilə istəyirəm sizlərə bir şiir də vurğulayam. Yaxınlaşaq hər birimiz. Rəssam Gəl əlini alıb fırçanı, könlümün bağında xəzanı gəlsək, göstər ürəyimdəki ağrı, acını, qəlbimi titrədən gümanı gəlsək, cavablandığım suallarımı, bir daha olmayan xəyallarımı, geriyə dönməyən zamanlarımı, İçimi göynədən balamı gəlsək, yuxsuz qaldığım gecələrimi, ağrılı acılı kədərlərimi, açıla bilməyən səhərlərimi, mən bu dərdlərə salanı gəlsək, acı hər ayıma cavab verməyən, onsuz qanadlıyım deyib gülməyən, soruşup tapa bilmeyen, oğlunu itiren ananı gelecek. Allah şehitlerimize rahmet eylesin, sizlere sabır versin. Onlar bizim her an yüreğimizde, yanımızda, ruhumuzdadır. Ve elbette ki büyük fəxrlə, büyük gururla sözü sizlere veririm. Salamlayıram. Orxan bala, gözün aydın olsun. Səni təbrik edirəm. İlk öncə bu günləri bizə bəxş edən bütün şəhidlərimizə Allah rəhmət eləsin deyirəm. Onların qarşısında bir Məhəmmədin anası olaraq baş əyirəm. Onların sayəsində bugün biz bu gözəl günləri yaşayırıq. Sonradan sənə mən ana qurban olsun. Sən gözəl balasın. Həqiqətdə gözəl balasın. Sən bugün balanın xoş günündə belə monitorda bizim balalarımızı unutmursan. Çox gözəldir. Nə sən söz tapıram qurbanım. Sən insan var bu dünyası üçün çalışır. İnsan var axirəti üçün. Sən həqiqətən də bu dünyanı fikirləşməlisən. Sən həmişə axirəti üçün bizlərimizin yanımızda olmusan. Çox sağ ol, var ol, əzizim. Allah səni var eləsin, gözlərin aydın olsun. O gün olsun böyük toylarına gələk. Səni təbrik edirəm. Fəxrli bal olsunlar, sənin kimi sayılıb seçilən balalardan olsunlar. Gözün aydın olsun. Mən də bu təbriklərə qoşuluram. Hər kəsi salamlayıram. Şəhid atalarım, şəhid analarım, burada hər kəsi salamlayıram. Allah hamınızın köməyiniz olsun. Allah şəhidlərimizi yeri cənnət eləsin. Qazilərimizə can sağlıq. Orxan həqiqətən də anaların balasıdır. Anaların oğludur. Biz oğul itirdiksə də vətən yolunda oğul verdik. Amma nə qədər oğlanlarımız var. Orxan kimi oğlumuz çoxdur, düzdür. Həmişə yaxşı oğlanlar yanımızdadır. Dəyərli balalar yanımızdadır. Allah sənin canını sağ eləsin. Allah atana rəhmət eləsin. Sənin kimi oğul qoyub gedib ocağında. Allah anana da can sağlıq, bacılarına dəyməsin. Gün o gün olsun Orxan, sənin belə balalarının toyuna yığışaq. Ay ana qurban, sən mənim dəyərli balarsan. Mən səni çox istəyirəm. İlk dəfə mənim qapımı açan sən olmuşsun. Demirəm, anacığım. İntihasanma ilk dəfə. Dedim ilahi, bu oğlan kimdir? Sen benim evimde Kur'an okudurma
ağlaya ağlaya gözümün içine bakan oğlansa en güzel oğlum. Çok şükür, tebrik ederim. İki güne şükür. Orhan, senin bugün en güzel, sevişli günündür. Allah o iki balanı böyük olanlardan eləsin. Onları o gün olsun, toy məclisinə yığılalım. Onu toyun görəsən, Məhliqə anam, gözün aydın olsun. Böyük oğlanlardan olsun. Allah şəhidlərimizə də rəhmət eləsin. Bugün bizim bu uşaq günümüz onların hesabına var. Onlar əgər canından keçməsə, biz bu günü yaşaya bilməzdik, xoş günləri görə bilməzdik. Allah böyük oğlanlardan eləsin. Bir daha təbrik edirəm. Mən Zeynəb Hanıya söz verməmişdən öncə ansambldan xahiş edirəm, hamı diqqətlə baxsın. Biz biraz öncə qeyd etdik ki, Səfə Qəhrəmanov, dahi sənətkarımız, gözəl xanəndəmiz Səfə Qəhrəmanovla bu çəkir. Səfə Qəhrəmanovun bacısıdır Zeynəb Hanı. Ansamblımız tanısın, həm də şəhid anasıdır. Allah Səfənin da kariyerində müşahid eləsin. Buyurun. Bala, gün sənin sevincindi. Allah sənin balaların üstündən əksik eləməsin. Gün o gün olsun, biz onu böyük oynayırıq. Bu analar, siz bizimlə oturmuşsunuz, bizimlə durmuşsunuz, ağlamışıq, ağlamışsınız, gülmüşük. Allah sizi o balaların üstündən əksik eləməsin. Çox sağ olun. Allah şəhidlərimizi də Allah paraları kuşlar eylesin, kuru olsun, büyük olsun. Sen de sana tebrik ediyorum. Allah paraları torun kısmet etsin. İnşallah. Allah şehitlerimize rahmet eylesin. Ağaçlarımıza tan sağlığı verin. Allah hayır versin. Demek olar ki, herkes yanımızda olur ama Orhan daimi kalıcı olur. Çok sağ ol Orhan kardeş. Daim bizim yanımızdasan, hiçbir bayram bize unutursan, başımızı açan bir sen olursan dünyana geldiği kimi çok sağ ol. Balaların hoş günlerin göresen inşallah. Sen bizim yüreğimizi açırsan Allah da sen yüreği açsın. Orhan kardeşim, Allah balalarını büyüsün boylasın. Allah seni həmişə balalarından ürəyəməşsin. Sən ki bu gözəl anaların ürəyəməşsin. Həmişə yanımızda olmuşsan, qapımızda açalım. Siz olmuşsunuz. Allah da sizin ürəyiniz açsın. Balalarımız sizə doyuyor. Xeyirli olsun, böyük olsun. Ben de təbriklərə qoşuram, atamlar. Çok sağ olun. Her zaman biz anaların yanında olmuşsan. Balaları ibaret eylesin. Bugün olsun böyük toylar eylesin. Allah aklına da rəhmət eylesin. Anana da can sağlığı versin. Allah şehitlerimize de rəhmət eylesin. Yaxşı yaşalardan olsun. Sənin cənnətdən dövlətin sevən oğullar olsun. Mübarək olsun. Allah şəhidlərimizə rəhmət eylesin. Qardaş, təbrik edirəm. Gün o gün olsun, böyük oyun eləyəsən. Allah can sağlığı versin. Çok sağ ol. Değer verdiğin için bütün analara çok sağ ol. Təbrik edirəm. Allah uzun ömür versin balalarına. Böyük oyuna yığışaq Orhan. Gün o gün olsun, Allah şəhidlərimizə də rəhmət eləsin. Analara səbir versin. Gün o gün olsun, böyük oyuna yığışaq inşallah. Allah o iki balanın gözüne çırağı versin. Sen həmişə bizim yanımızda olursun. Bu ağlış birdə həmişə yanımızda olursun. Düz deyil ana. Ağlayanda ağlamısan, gülende gülürsən. Çok sağ ol. Yenə ki sen bizim oturmamısın. Yenə həmişə də yanımızda olursun. Çok sağ ol. Təbrik edirəm. Bugün olsun, böyük toyları görəsiniz. Orhan,
Allah şehit balalarımıza rahmet eylesin. Allah sənin işindən xeyir versin. Mən deyirəm ki, Orxan mənim elə bir yerində məni oxuyur. Oturub qəmlənmişəm. O yerində Orxan gəlib bizə. Allah səni var eləsin Orxan. Elə yerində gəlib ürəyim açmışsan. Sabırlı olun, temkinli olun. Allah Teala yolları görsün. Sağlığı versin qabaqlarına. Sen həmişə şahid anaların yanında olmuşsan. Sağ ol ki, sen bizim qapımızı açmışsan. Daimi yanımızda olmuşsan. Allah Teala ömür versin. Sen sağ ol. Balalara da xoşbaxtlar. Sağ ol. Ev yok. Ben de tebrik ederim hamısına koşuluram. Yüreğim sağ olsun. Bu anaların çok hissesi hiç vaxt köye gitmiyor. Ama bu günləri senin yanında olmalıydı. Özümdə boş bulun. Çünkü her zaman, her vaxt yanımızda olmuşsan. Elə gün olub ki, gözümüzün yaşı silmişsən. Hələ də yadımdan çıxmaz. Bayram günü ağlayıp evdə oturmuştum. Kız dedi ki, mama, bize bir kişi geldi. Pencereden baktım ki sensin. O günümü unutmaram. Allah balalarıma hoşbaxt eylesin. Böyük toydu. Allah sana sağlam can versin. Ananı da üstümden eskileyelim. Biz analar senin o kadar razıyım ki. Allah'tan həmişə, Allah'ın əli həmişə kürəyində olsun. Yaxşı mənada. Biz səndən o kadar razıyım. Hamıza oğul kimi gəlib yoxlamısın. Sen bizim değerli utanımız olmuşsan Orxan. Ben de təbriklere koşuram. Orxan xalam benim için en əzizimdir. Onu həmi oğul kimi. Ben elə bilməm ki, Murat sağdır. Hər vaxt sən mənim yanımdasan Orxan xalam. Ben seni görəndə elə biləm ki, torpağın sana ömür versin sana. Murat'ı xatırlayım. Çünkü sen beni elə vaxtında geldin, beni qəbrisine apardın. Ben hiç vaxt onu unutmadım. Sen her zaman benim yanımdasın. Allah senden sana rəhmət eləsin. Gözəl anamda canı sağ eləsin ki, belə tərbiyəli övlad böyüdü. Biz analar üçün bunu yaratdık. Allah canı sağ eləsin. Gün o gün olsun böyük oynamışam. Ben de Orxan, analarla şərik. Allah sana değmesin. Uzun ömür, can sağlığı versin. Səni balaların üstən, balaların da sənin üstən əski eləməsin. Allah atana rəhmət eləsin. Ananı da sana doğuncaq versin. Sən ananın yox, hamımızın balamızsın. Biz analar hamımız səni oğul götürmüşük. Allah sana değmesin. Gün o gün olsun. Balalar böyük oyunda Allah da bize ömür verir. Onları böyük oyunda iştirak ediyor. Sağ ol, var ol, Orxan var. Hamımızın damı səninlədir. Ben sabra başlarına gelmişim. Könlüm bir siyah, ana nurlayın anasıyam. Birinci Allah şahit balalarımıza rəhmət eləsin. Bu günü bizlere yaşattığı için şəhid analarının qarşısında baş əyirəm. Özüm bir Qarabağlı olaraq. Orxanı da təbrik edirəm. Balalarının böyük toyu görsün. Allah bize de qismət eləsin. Gələk böyük toyunda da iştirak edirik. Ben de təbriklərə qoşuluram, əziz bala. Allah səni var eləsin, Allah səni qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanlarını cənnət eləsin. Sənə sağlıqlı Orxan bala, uzun ömür versin. Və sən balaların oyunu versin. Allah bizə də ömür versin, biz də bu gündə sənin yanında var. İnşallah. Ben de tek analarının təbriklerine koşuram. Orxan bala, gözleriniz aydın olsun. Allah balalar sağ görüntü. Ananı da, nələr də, babalar da təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Bəli, Orxan hamımızın balamız olur, bir oğul üçün bir şey.
Günlərlə onu qazanmışıq, onların bir də Orxan balamızdır. Allah onların böyük toy görürsən, can sağlığı, dünya can sağlığı versin, təbrik edirəm. Gül balaları təbrik edirəm, Orxan səni təbrik edirəm, gözlərin aydın olsun. O gün olsun, onların böyük toyun olsun. İnşallah sen bizim oğlumuzsun Orxan. Şəhid anası hər oğula oğul deyir. Onu bil. Sen bizim oğlumuzsun, həmişə bizim əzizimizsin. Elə bir işdən gələndə balalarımız gəlir, biz hiylə qoyuruq. Bizim için çok əzizdir, biz səndən razıyıq, səni kövrətmək istəmirəm. Allah da səndən razı olsun. Allah cəm şəhidlərimizə rəhmət eləsin, Allah o dünyalarını versin. Nə deyim ona, söz yoxdur. O qədər sözlər deyəriksə Orxan.